Herkese salam, kanalıma hoş geldiniz. Bugün gördüğünüz kimi bu oyuncakların hamısını tamamlamaya çalışacağım. Burada sadece 2 tanesini tamamlamışam. Qeyd etmək istəyirəm ki, mən bir tədbirə hazırlaşıram. Ona görə bu qədər çox oyuncaq hazırlanıb. Yoxsa məndə bu qədər oyuncaq hamısı hazır olmaq qeyri-mümkündür. Çünki hamısı çox tez satılır məndə. Bugün həftənin 5-ci günüdür və mənim oğlum bağçadadır. Sabah isə həftə sonu olduğu üçün mən bugündən bunu bitirməliyəm. Əslində bunların hamısını mamam örüb. Mamam mənə işlərimdə çox kömək eləyir. Mamam mənə bu şəkildə örür, göndərir və tamamlamaq isə mənə qalır. Üzlərini, son detaylarını tamamlamaq, dikmək işi məndə olur. Mamam əslində bunlar mənə kömək eləməsə mən heç çatdıra bilmərəm. Bunların hamısı demək olar ki, tədbir üçün hazırlanıbdır. Burada isə aktiv sifarişlər üçün olanlar var. İndi isə mən bugün həm bunları tamamlamalıyam, həm də bir sifarişim var. Əslində 2 sifarişim var bugün çatdırmalı olduğum. Ancaq birini təcili şəkildə bugün tamamlamalıyam. Burada bir dənə dovşan var. Həm bu dovşanı tamamlamalıyam və mən bu dovşana gördüyünüz kimi paltarını, yəni don demək kombinezonunu örüb bitirməliyəm. Burada isə gördüyünüz kimi hər yer çox dağıldı. Yəni iplərim, hər yer çox dağılıb. Ancaq mən burayı nə bugün, nə bu həftə səlqəyə sala bilməyəcəm. Çünki tədbirləri yola verməliyəm. Bu həftə sonu bir tədbir var. Qarşıdakı həftə sonu isə bir tədbir yenə var. Ona görə mən o tədbirləri yola verməliyəm. Ona isə səlqəyə salmaq işini baxarıq. Yəni indi belə də olsa olar, heç problem deyil. Bu orqanayzerləri mən normalda soyuducu üçün istifadə olunur. Uşağın məsələn xırda oyuncaqlarını düzənləyə bilərsiniz. Mən isə iplərimi düzənləmək üçün, yəni bu qalan xırda iplər, onları düzənləmək üçün istifadə eləyirəm. Təbii ki, uşağın oyuncaqları üçün də istifadə eləyirəm, xırda puzzle'lar falan və ya soyuducuda içində məsələn bunun göyərti saxlamaq çox qəşəng saxlayır. Göyərtiyi bunun içində vakuumlaya bilərsiniz və ya soyuducunun buzluq hissəsi üçün. Əslində gördüyünüz bu iplər çox az qalıb, ancaq bəzən elə hallar olur ki, deyək ki, bu rəng ipim bitir, ancaq mənə sadəcə 1 metr ip lazım olur. Yəni sadəcə 1 metr ip üçün mənim işim yarımçıq qalır. Yəni son sırayı tamamlamağım üçün ip bitir və 1 metr olsa kifayət olur. Yəni ki, ona görə mən bu xırda qalan iplərin hamısını saxlayıram. Yəni heç birini atmıram. Gördüyünüz kimi burada isə yenə də barxıt ipləri, xırda variantları var və bəzən bu barxat iplərdən belə balaca breloklar hazırlayıram. Çox şirindir və deməli tədbirlərdə bu tip ürünlər daha çox satılır. Uşaqlar almaq istəyir, minik olur, kimsə hədiyyə almaq istəyir və ya adicə o tədbirdən bir xatirə qalsın deyə belə kiçik boy və uyğun qiymətə bir şeylər almaq istəyirlər həmişə. Belə, burada da mənim Yoda breloklarım düşdü. Yoda breloklar. Bunların hamısını tədbirə inşallah götürəcəm. Burada da yenə çox stilli breloklar hazırladım. Görək. Mən günbəgün öz kolleksiyamı böyütməyə çalışıram, yeni ürünlər çıxartmaya çalışıram. Deyəcəksiniz ki, indi bu örülübdür onsuz da, bunu hazırlamaq nə qədər vaxt ala bilər, amma heç elə deməyin. Yəni ən çətin hissəsi də bunları dikməkdir. Yəni örmək mənə daha asan gəlir, çünki mən bütün hissələri ör, yığ, bir kənara qoy. Ancaq dikmək hissəsi çox çətin gəlir. Yəni daha çətin demək də daha uzun vaxt alır. Çünki çox sağlam dikməliyəm. Çox detaylara üstünlük verirəm mən. Yəni gözəl olsun, təmiz olsun və ya düz olsun. Burun işləyəndə çox səliqəli olsun. Ona görə belə. İndi isə keçirəm iş prosesinə. Çox uzun da danışmaq istəmirəm. Əgər kiminsə belə işlərə marağı varsa, düşünürəm ki, bu vlog sizin üçün izləməyi maraqlı olacaq.
oyuncağın paltarını belə ördüm. Bu kadar ördüm. Sadece ayak hisseler kaldı. Onları da indi öreceğim. Ben siparişi tamamladım, gönderdim. İndi başlayıram bunları tamamlamağa. Hələ bunlar konkret bir sipariş olmadığı üçün göz rəngini və detayları öz istədiyim kimi seçəcəm. Belə bir ağ pijamalı model üçün belə normal şəffaf bir göz seçdim. Növbəti gündən hər kəsə salam. Dünən videodan sonra xeyli iş gördüm. Hətta gecə saat 3'ün yarısına qədər durdum. Ondan sonra səhər 7'də oyandım. Yenə davam elədim. Bir siparişim var idi dəst halında. Şəklini də ekrana qoyaram. Tamamladım, göndərdim. Ondan sonra yenə qalan yarmarka hazırlıqlarına davam edirəm. Həqiqətən ortalıq çox dağınıqdır. Hələ ki mən bu vlog işini hələ də çox başara bilmirəm. Biraz çəkirəm, ondan sonra bağlayıram. Çünki sanki kameranın qarşısında çox rahat işləyə bilmirəm. Sürətli işləyə bilmirəm. Ona görə bağlayıb elə davam eləyirəm. Nəysə, belə bir güncəlləmə eləyim. Bu gördüyünüz ağ səbətin içində sindefonları qoymuşam. İndi isə demək olar ki, burada xeyli hazırladığım, tamamladığım oyuncaqlar var. Burada isə artıq mən hamısını bu baş hissəsini doldurdum. Normalda mama mənə örüb göndərəndə bura qədər doldurur və burası boş qalır. Mən burayı doldururam, sonra gözlər taxıram, sonra bu hissəni bağlayıram. Sonra isə ən son belə bir forma verib bəzəyirəm. Yəni burnunu, gözünü belə. Çox şirindir. Baxın. Mini. Elə bu videonu çəkdiyim günü təcili bir sipariş gəldi və mən bunu təklif elədim və bunu satdım. Bunun yanına isə əmzək zincirini də hazırladım və şəklini də ekrana qoyacağam. Bu sırada kurye mənə zəng vurdu və Temu siparişimin gəldiyini dedi. Mən isə artıq bunu shorts videosu olaraq paylaşmışam. Ancaq burada uzun halını da paylaşmaq istədim və daha detaylı açıqlamışam. Ona görə bu hissəni də paylaşmaq istədim. Deməli, belə bir stikerlər sipariş vermişəm. Bunlar mənə siparişlərini paketləyərkən ehtiyacım olur. Mən çox sevirəm siparişləri paketlədiyim zaman. Siparişin bənzər rəng tonlarında stikerlarla qutunu və ya siparişin paketini bəzəməyə. Normalda daha çox rozvi tonlarda siparişləri hazırlayıram. Yəni qız uşaqları üçün daha çox rozvi paltarlı, rozvi rəng temalı oyuncaqlar daha çox tələb olunur. Oğlan uşaqları üçün isə mavi və ya göy, yaşıl tonlar tələb olunur. Ona görə qız uşaqları üçün belə bir rozvi tonlarda stikerlər sipariş verdim. Və hamısı həqiqətən çox keyfiyyətlidir və çox bəyəndim. Bəzən isə bəzi siparişlərin paltarı açıq, şaftalı rəng rozvi istifadə elədiyim üçün bunları da çox bəyəndim. Onlarla daha uyğun olacağını düşündüm. Bənövşəyi rəng tonlarında olan siparişlər üçün isə bu lavantalı stikerləri seçdim. Bu ramaşkalı stikerler da o kadar hoşuma geldi ki özümü bir anlıq ramaşka tarlasında hiss elədim. Qız
Qısaca bunları çox bəyəndim və başqa dizaynlarda da baxacağam. Xoşuma gəlsə yenə satın alacağım. Biraz belə əzilib, amma eybi yox. Baxın necə qəşəngdir. Rənglər. Həqiqətən çox qəşəngdir və bunları mən sevərək istifadə edəcəm. Öz kiçik biznesimdə, paketləmələrdə çox qəşəngdir. Deyək ki, mən bir dənə oyuncağa belə qırmızı paltar geyindirmişəm. Məsələn, deyək ki, belə bir oyuncaqdır və mən bunu qutuya, hədiyyə qutusuna qoyanda qutunun üstünə də belə qırmızı bir stiker yapışdıracağam. Sifarişimdə belə bənövşəyi rəngdə paltar geyinib, yenə qutuya belə lavanta var. Hər birinin içində 6 ədəd var, yəni 6 list var və hər listdə gördüyünüz kimi bir çox güllər var və bunlar məncə kifayət qədər yetərli olacaq ki, uzun müddət istifadə edə biləcəm. Yenə stiker olaraq belə bir stikerlər aldım. Bunlar da günə baxan temalı stikerlərdir. Baxın, çox qəşəngdir. Deməli, mən günə baxan temalı çanta və saç aksesuarları kombinasiya eləmişdim dəst halında. Onların da şəklini yenə ekranda qoyacağım və onları paket eləyərkən mən belə bənzər stikerlər istifadə edirəm. Mən istifadə elədiyim stikerləri Türkiyədən almışdım, ancaq bu dəfə Temudan aldım və burada toplam 54 dənədir. Çox qəşəngdir. Hamısı sevərək istifadə eləyəcəm və əminəm ki, sifarişlərimdə çox qəşəng bir vizual yaradacaq. Növbəti stiker sifarişim. Baxın necə də şirindir. Deyək ki, belə bir soft rose və donlu dovşana hədiyyə qutusunda belə bir rose və dovşan stiker super alınacaq. Düymə sipariş verdim. Bunun içində 100 ədəddir və çox uyğun idi. Saç aksesuarları üçün aldığım kartları göstərmək istəyirəm. Baxın nə gözəldir. Bu aksesuarlar üçün almışam. Ədəd kart var və belə bir kart. ədəd var. Sonra belə böyük ölçüdə bir kart aldım. Düzünü desəm, alanda mən ölçüsünə çox fikir vermədim. Yəni bunu da o birisi kimi balaca sanırdım, amma Allahdan çox balaca çıxmadı bu. Çox da diqqət eləmədim. Yəni orada onsuz da yazılır altına. Çox diqqət eləmədim. Burada da yenə 50 ədəd var. Növbəti belə bir şeydir. Keçə parçadan kəsilmiş hazır saç aksesuarı üçündür. Belə bir saç aksesuarıdır və bunun altını belə bir şeylə kamuflə eləmək istəyirik. Bu onun üçündür. 100 ədəd idi. Belə bir çıt-çıt dəmirlər, səhv eləmirəmsə 100 ədəd idi. Bununla necə bir variant düzəltmək istəyirəm, növbəti videolarda göstərəcəm. Siz isə kanalıma abunə olaraq mənə dəstək olmağı və növbəti videolardan da xəbərdar olmağı unutmayın. Belə taxırıq. Bunu yapışdırırıq üstünə, deyək ki, naxışlı bir üz elədik və altı belə qalır və burası
çox görsənmir, qəşəng bir görüntü olur. Növbətdə belə bir Abadok üçün plastik 12 ədəd var. Bununla isə üstü naxışlı parçadan abadoklar hazırlamaq istəyirəm. Əgər elə bir şey hazırlasam, növbəti videolarda sizə də göstərmiş olacağam. Növbəti belə bir saç rezinləri aldım. Dəhşət dərəcə yumuşaqdır və elastikdir. Baxın, çox gözəldir. Bu yeni doğan uşaqlarda fotosessiya üçün abadok eləmək üçündür. Bununla çox gözəl planlarım var. Deməli, növbəti oyuncaq üçün gözlər aldım. Bunlar 10 mm kilitli gözlərdir. 10 mm gözlərim demək olar ki, bitmişdi. Arxasında da plastik qoruyucularıyla bu 10 mm-dir. Paçkada 50 ədəd idi. Mən isə qiyməti çox münasib idi həqiqətən. Ona görə 2 paçka aldım. Cəmi 100 dənə. 50 cüt yəni. Növbəti belə bir etiketlər aldım. Bunlar parça etiketləridir. Deyək ki, nəsə dikirəm. Bunların yanına bunları dikmək üçün. Məsələn, belə bir brelok üçün mən burada parça etiket dikmişəm və aparatı ora taxmışam. Bunlar da yenə Temudan sifariş eləmişəm və bu da onun kimidir və materialı çox qəşəngdir. Yenə içində də 50 ədəd idi. 50 ədəd fərqli dizaynlarda. Belə bir göbələk dizaynı. Quş. Yəqin ki, mənim favorim bu oldu. Deməli, növbəti olaraq belə bir saç aksesuarı kartı. Biraz balaca gözləyirdim. Onsuz da ölçüləri yazılır. Ancaq mən o qədər də fikir verməmişdim bu ölçülərinə. Gözlədiyimdən daha böyük bir boyda gəldi. 50 ədəd var. İndi isə əlavə elədiklərimi göstərim. Dostum məndən xahiş elədi ki, telefon üçün keyslər alım. Təbii ki, bunu özü istədi. Onda iPhone 14 Pro Max-dır. Baxın, üstü belə zamış kimidir. Və ikinci belə bir keys istədi. Bu da çox qəşəng, sadə və stilli bir keysdir. Bu üçüncüyü mən əlavə olaraq ona hədiyyə aldım, ancaq onun xəbəri yoxdur. Tez vaxtda onun ad günü olacaq və mən onun üçün qəşəng bir boks hazırlamaq istəyirəm. Ona görə mən bu keysi də ona hədiyyə aldım. Mənim özümdə də buna bənzər çiçəkli bir keys var. Əslində son zamanlar belə çiçək dizaynlarına o qədər xoşum gəlir ki, və növbəti sifarişim bu paketlərdir. Bu paketləri həqiqətən çox xoşuma gəlir. Yenə 20 ədəd var. Bunu göstərməyim çox da vacib deyil, ancaq mən balkonumu yumaq üçün bunlardan sifariş elədim. İndi necə işlədiyini bilmirəm. Yaşadığımız ev 1-ci mərtəbədir və balkonumuzun bir hissəsi açıq olduğu üçün, həm də 1-ci mərtəbə olduğu üçün çox pis tozlanır, çox tez kirlənir. Yuxarı qonşulardan da olur ki, ara sıra həqiqətən yuxarıdan nə isə atırlar. Ona görə də çox tez kirləndiyi üçün mən bir yuyan almaq istəyirdim ki, çox yer tutmasın. Çünki bina evidir və bina evində həqiqətən yer çox az olur. İstifadə elədim. Belə pis deyil, ancaq bu baş hissəsi su naporla gələndə tez-tez çıxırdı. Əlimlə tutmaq məcburiyyətində qalırdım. Amma bəlkə də mən hələ tam başa düşmədim necə istifadə olunduğunu. Amma yenə də işimi gördü və balkonu tamamilə təmizlədim.
Deməli, arxa plastikləri 64 dənə qoyublar, gözləri isə 51 dənə, yəni artıq qoyublar onu. Elə əlim dəymişkən boşalan göz qutusunu da doldurmaq istədim. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olaraq mənə dəstək olsanız çox sevinərəm. Növbəti videoda görüşərik.